Salam əziz şagirdlər. Bugünkü OTK sınağın nəticələrindən tanış olaq. Cavabları verək. İngilis dilindən 56-cı sualdan baxaq. Choose the correct variant. Düzgün variantı seçək. There are rare kinds of flowers to our garden. Deməli, burada kinds cəmdə olduğu üçün biz 2, 4, 5 variantı D-ni götürəcəyik. 56-da D-dir. Kinds sözü cümlədə olduğu üçün xəbər də cəmdə olur. Are indiki zaman cəm, were keçmiş zaman cəm, will be isə gələcək zamana uyğun gəlir. Deməli, düzgün variant D-dir. 57-də Neither cümlə unfortunately təəssüf ki ilə başladığı üçün mənfi məna daşımalıdır. Helen nə fransızca, nə də ingiliscə bilmirdi. Demək daha məntiqlidir. Both and qrammatik cəhətdən düz olsa da təəssüflə ilə uyğun gəlmir. 58-ci sual. In our country, drinking tea is more common than drinking coffee. Bizim ölkəmizdə çay içmək, kofe içməkdən daha vacibdir. Tea çaydır, kofe isə qəhvədir. Ümumi mənada işlənəndə artikel tələb etmir, B bəndidir. 58-də B bəndi. 59-cu sual. Global warming is factor that influences the way. Global istiləşmə havaya təsir edən ən vacib amildir. 59-da da B-dir. 60-da Choose the correct variant. Düzgün sinonimləri seçəcəyik. Brave, courage, cəsur. Calm, peaceful, sakit sinonimdir. Kind, quick isə bir-biri ilə sinonim deyildir. Kind, mehriban, quick isə cəld deməkdir. Variant D bəndi. 61-ci sual. Choose the correct synonym. 61-ci sual. Choose the correct antonyms of the underlined word. Altından xətt çəkilmiş sözə uyğun antonim sözü tapacaq. The movie was exciting and everyone enjoyed watching it. Deməli, film çox həyəcan verici idi və hər kəs ona baxmaqdan zövq aldı. Deməli, enjoy-də həzz almaq sözünün əks mənası hated, nifrət etmək deməkdir. Dislike və dislike E bəndidir. 62. Choose the correct variant. Z, trafik sayılmır. A bəndi, much. 63-də Everybody be tolerant towards the customs of the cultural. Burada modal fiili tapacaq. Hər kəs deməli mədəniyyətlərə qarşı tolerant olmalıyıq. Biz burada should bir də must götürməliyik. Doesn't have to məcbur deyil mənasında uyğun gəlir. Variant C uyğun gələcəkdir. Should, must. 64. Nick is always in time for his work. Nick həmişə vaxtında gəlir, işə vaxtında gəlir. Always in time vardır. İnsan punktual adlandırılmalıdır. Yəni D bəndi uyğun gəlir. A-da talented, istedadlı deməkdir. Punktual isə işinə vaxtında gedir. İşinə müntəzəm, məsuliyyətli olan mənasındadır. 65-ci sual. My brother cheese with my father when I entered the room. Burada mənim qardaşım təkdə olduğuna görə biz B-ni həm də entered keçmiş sadə zamandır. When tərəfdə keçmiş sadə zaman olanda biz zamanların uzlaşmasında mütləq keçmişə aid olan nəsə götürməliyik. C ilə D gələcək zamandır. E indiki zamandır. A da indiki zamanın bitmişidir. Deməli variant B was playing uyğun gəlir. 66-cı sual. The letter come Nixon. Məktub kimdənsə gəldi. Burada cümlədə to və ya kiminsə üçün ola bilər from. Variant D səhvdir. At olan variantlar səhvdir. Ona görə də at həm də vardır burada B-də, bir də E-də. A ilə
C-nin arasında qalıq. Məktub Nickdən gəldi. From məktub Nickə yazılmışdır. Bir də məktub Nick üçündür. Variant 1, 2, 5 olan C bəndidir. The chef cooked a delicious meal. Dadlı yemək bişirdi. A-da bitmiş zamandır olmaz. B-də a delicious meal was cooking by the chef. B bəndi uyğun. Choose the word with the correct definition. Düzgün definitləri, mənaları olanları tapaq. To success, uğur qazanmaq deməkdir. Mükafat vermək isə to award və ya to prize ola bilər. To display, to show something to people. İnsanlara nəyisə göstərmək doğrudur. To display uyğundur. İkinci, to scold, to critique angrily, hiddətlə, əsəbi şəkildə tənqid etməkdir. Doğrudur. To scold, danlamaq, məzəmmət etmək deməkdir və bu da birini əsəbi şəkildə tənqid etmək mənasında gedir. Deməli 2-3 variantı uyğun gəlir. Qısa mətnlə tanış olaq. Read the short text. Due to snowfall, train delay and cancellations are possible. Please check the schedule for up-to-date information about your train. Qar yağışı səbəbindən qatarların gecikməsi, ləğv olunması mümkündür. Əgər bir qatar geciksə və yaxud ləğv olunsa, bu deməkdir ki, ilkin cədvəl dəyişib və burada variant olmalıydı. E bəndi, the train schedule may change. 70-də I shall do my best to win the race. Mənası nədir? Əlimdən gələn hər şey edəcəm ki, deməkdir. D variantı bu mənanı tam verir. Yəni sən impossible, qeyri-mümkün deməkdir. Bu da cümlənin əks mənasıdır. Variant burada D uyğun gəlir. Doğru variantdır. I shall do everything I can in order to win the race. 70-də D bəndidir. 69-da isə düzgün variant E bəndidir. Dear Philip, I have been in Washington for a week. It is full of fun. The museums are excellent. I went to the National Gallery. It was fantastic, but it was very hot there. Yours, Bill. Bill məktubda Washingtondan bir həftə keçirdiyini, muzeylərə getdiyini və havanın necə olduğunu yazır. Yəni orada vaxtı necə keçirdiyi haqqında məlumat verir. Düzgün variant D bəndidir. Nature is beautiful, but it is often difficult to describe the words. Təbiət gözəldir və onu sözlərlə təsvir etmək çətindir. It plays a very important role in our lives. Həyatımızda vacib rol oynayır. Nature is the main sources of life on the earth because everything that living beings need comes from it. Deməli, o yaşayış, həyat mənbəyidir yer kürəsində və hər şey onun üzərində, deməli, yaşamaq üçün hər şey vardır. All the natural elements are connected and they cannot be easily replaced. Bütün elementlər, təbiət elementləri bir-biri ilə bağlıdır. Onları ayırmaq olmaz. However, human activities often harm nature. People use natural resources for industry and daily life, which something destroys the originals from the beauty, However, human activities often harm nature. People use natural resources for industry and daily life, which something destroys that original from and the beauty. As a result, the quality of the environment is getting worse. Air and water pollution are among the main causes of environment damage. Natural disasters such as
earthquakes, volcans and eruptions, floods and cyclones can also cause serious damage. Burada deyilir ki, lakin insan fəaliyyət növləri oranı dağıdır. İnsanlar təbiətdən sənaye və gündəlik həyatı üçün istifadə edir və dağıntılar oranın gözəlliyini məhv edir və nəticədə təbiətdə keyfiyyət pis nəticə, yəni aşağı səviyyə düşür. Hava, su çirklənməsi olur. Bunlar da ətraf mühitdə dağılmaya səbəb olur. Natural, təbii xəstəliklər, təbii hadisələr, təbiət hadisələrdə, yəni zəlzələlər, vulkan püskürmələri, daşqınlar və başqaları deməli ciddi təhlükə törədir, ciddi dağıntılara səbəb olur. Despite this, nature has many positive effects on human health. It supports life in many ways. For example, deməli buna baxmayaraq təbiət insanların pozitiv təsir bəxş edir onların sağlamlığı üçün və biz də onu müxtəlif yollarla qorumalıyıq. For example, məsələn, a single fly growing tree can produce enough oxygen for about 10 people. Large forests provide cities and towns with fresh air. Fresh air and sunlight help people feel best. Yaşıl meşələr, geniş meşələr və deməli təbiət, təmiz hava, təbiət, günəş şüasıdır insanlara özünü yaxşı hiss etməyə kömək edir. Geniş meşələrin əvəzinə şəhərlər salınır açıq havada. That's why many people choose natural places for rest and relaxing, and some families prefer to raise their children in the countryside. Bu səbəbdən də insanlar təbiət olan yerlərdə dincəlməyə, istirahətə gedir və ailələr də əsasən uşaqlarını şəhərlərdən kənara, kənd ətrafına aparırlar. 72-ci sual. Choose the correct answer to the questions according to the passage. Why do many people choose natural place for holiday? Deyir ki, biz bu suala mətnindən cavab tapacağıq. Niyə görə insanlar ora üstünlük verirlər? 72-də variant 1 doğrudur. İnsanlar sağlamlığa müsbət təsir etdiyinə görə təbiətin oralara gedir. One fully grown tree can produce sufficient oxygen for people cümləsi uyğun gəlir. Variant A-dır 73-də. 74-cü sual. Passage mainly about. 74-də düzgün variant D bəndidir. Mətnin ümumi ruhu, təbiətin insan həyatındakı rolu, bizə verdiyi oksigen və təbiəti qorumanın vacibliyi haqqındadır. Deməli, variant D bəndidir 74-də. 75-də variant E bəndidir. Təbiət hadisələri, zəlzələ, sel zərər verə biləcəyi yazılır və buna görə də təbiəti heç vaxt zərər verməz fikri səhvdir. Variant E uyğundur 75-də. 76-cı sualda isə deməli biz açıq suallardan düzgün olanı tapmalıyıq. Polluted air and the water are the main causes of environmental degradation. Bu düzgündür. By using natural resources in an industry, people improve their origin from and beauty. Bu səhvdir. Buradakı sənayələr və başqa yəni təbiətdəki hadisələr, başqa nəsə yeniliklər insanların gözəlliyinə yaxşı təsir verir, təbii gözəllik verir. Üçüncü, nature can not only help people but also cause disease. Bu səhvdir. İnsanlara kömək etmir, səhvdir. Dördüncü, depletion of natural resources contributes to the improvement of the environment. Bu da doğrudur. Dinləmə mətni isə əlimizdə təəssüf ki olmadığına görə əziz şagirdlər bunu qeyd edə bilmirəm. 1-3-76-da da 1-3-dür. Mən cavabları bütöv şəkildə sizə yazıb verəcəm. Sağ olun, salamat qalın.